Bir gün Peyğəmbər Əli əleyhissalamı aldı, qucaqladı, çəkdi, ürəyinin başına sıxdı. 2 dəfə dedi, bi əbi əl-vəhidüş-şəhid. Atam qurban, o insanın ki, tək şəhid olacaq və o sənsən. Elə ki, qılınc dəydi Həzrətin başına, buyurdu, Bismillah və billah və əla milləti Rəsulullah. Mən Peyğəmbərin dinində dünyadan gedirəm. Ondan sonra deyir, gördük, hamı eşitdi, Cəbrəil göydə səslənir. Təhəddəmət vəllah ərkanul huda. Hidayətin sütunların yıxdılar. Vəmtəməsət vəllah nucumus səma. Göyün ulduzlarının nurun aldılar. Qutilə İbn-i Əmmi Muhammedinil Mustafa. Peyğəmbərin əmisi oğlunu öldürdülər. Qutilə Əliyyunil Murtəza. Əliy-i Mürtəzanı öldürdülər. Qutilə vəllah Seyyidül Ovsiya. Bütün vəsilərin hamısının ağasın şəhid elədilər. Qətələhu əşqəl əşqiya. Ən bədbəxt adam Əlini öldürdü. Cəbrailin səsini hamı eşitdi. Qızlar evdə eşitdilər. Onda da gördüm, xanım Zeynəb, Gülsum, əllər başında, va əbəta, va əliyya, deyə çıxdılar evdən. İmam Həsən ağa gəldi, dayandı, baxdı atasına, dedi, bu müsibətə dözmək həqiqətən çətindir. Atacan, mənim belim sındı. Həzrət baxdı, bir cümlə orada dedi. Dedi, oğlum, heç narahat olma, sakit ol. Aton Əli bugündən rahat oldu. Aton Əlinin də bugündən qəmi yoxdur. Əli üçün yerlər ağlar, göylər ağlar. Müsəlman səhlidir ki, kafər ağlar. Yazanda Ali Taha Novhəsin mən, qələm gördüm sızıldar, dəftər ağlar. Əli şəqqul qəmər, mehrab tilitqan. Qulaq ver, məscid oxşar, mənbər ağlar. Əlidən Şəhriyar, sən bir işarə. Qucaqlar qəbri, Malik, Əştər ağlar.